7 ilimi ancaq xəstəxanada qeyd eləmişəm, xəstəxanada keçirtmişəm. Cəmaət dünyanı gəzir, mən xəstəxanaları dolanıram. Onu dünyaya mən gətirmişəm. Mənim ciyərim düşəcək ona. Həkim götürün qoyun. Dedi, olmaz da, mümkün deyil. Onu da itirə bilərik, sizi də. İllərdir transplantasiya olunması lazım olan, amma heç bir şəkildə donor olmayan xəstədir. Babəkə 2018-ci ildə həkimlər qaraciyər sirrozu diaqnozu qoydular. O müalicələr qalmayıb, eləməyən və yaxud da bir çox ölkələrə getmişəm müalicə ilə bağlı. Heç bir ölkənin faydası olmayıb. Qohumlar, yaxınlar gəldi donor olmaq üçün. Tibbi olaraq uyğun gəlmirdi, başqa şansı yox idi. Xəstəxanalarımızın birində beyin ölümü həyata keçmiş bir şəxs var və ailəsi tərəfindən orqanlar bağışlanılır. Beyin ölümü qoyulmuş şəxsdə artıq bu şəxs ölmüş sayılır və onun ailəsi tərəfindən böyük bir addım atılaraq orqanları bağışlanılmışdı. Bu mərhələdən etibarən artıq digər orqanlarını qorumaq üzərində mübarizə başladı və müəyyən bir zaman sonra ürəyin də dayanacağı və tamamilə orqanların iflas edəcəyi bizə məlumdur. Ona görə də bu zamana qarşı bir yarışmadır. Zəng gəldi, günorta idi, saat 5 idi. Mirzalar həkim dedi ki, sənin donurun tapılıb. Atası çaşdı, harda, necə? Doktor, ciddi deyirsiniz, elə bir şeyim olar, mən inanmıram. Bir şəkildə xəstəni dəvət edib xəstəxanaya gəldi və gəlib gözlərlə bunu gördü. Öz ifadələrini, öz ürəyində olanlarını ifadə eləməyə belə çətinlik çəkdilər bu insanlar. Qaraciyər transplantasiyası üçün Babək əməliyyata alındı. Artıq səhərə yaxın bir saat idi. Belə deyim, komanda hardasa 48-50 saatdır işləyirdi, fəaliyyət göstərirdi. Qızıl əllə doktorumun əli ilə indiyənətən bütün ağrılarım, acılarımı keçmişəm. Allah dövlət başçımıza, İlham Əliyev cənablarına, onun xanımı, birinci xanım, vitse-prezident Mehriban xanıma Allah uzun ömür versin, can sağlığı versin. O da anadır, bizi kemanaları başa düşür. İnsanı xoşbəxt edən məqamlardan biri onun arzularının, xəyallarının həyata keçməsidir. Bu, onun gördüyü işdən və yaxud da ki, cəmiyyətə tutduğu mövqedən asılı deyil. Regionda ilk dəfə olaraq meyitdən, yəni beyin ölümü həyata keçmiş insandan alınan orqan vasitəsilə qaraciyər transplantasiya əməliyyatı icra olundu. Bu əməliyyatların icrası icbari tibbi sığortanın xidmətlər zərfi daxilində xəstəyə ödənişsiz şəkildə əməliyyat olundu. Təsəvvürünüzə gətirin ki, bunu həqiqətən sözlə ifadə eləmək olmaz. Dövlət tərəfindən pulsuz, parasız, hər hansı bir təmənnası olmadan orqan bəxş olunur, orqan transplantasiya icra olunur və donor olmadığı halda meyitdən orqan alınaraq icbari sığortanın xidmətlər zərfi daxilində ödənişsiz olaraq xəstə üçün transplantasiya əməliyyatı icra olunur. Donor mərkəzinə yazın ki, başqa xəstələrdə şəfa tapsın.